Asan xidmətdə 100 milyonuncu müraciət qeydə alınıb. Yubiley müraciəti 7 saylı Bakı Asan Xidmət Mərkəzində yeni doğulan İnci Kamalının anası Göyçək Kamalzadə tərəfindən edilib. O, övladı üçün doğumun dövlət qeydiyyatı xidmətindən yararlanıb. 100 milyonuncu müraciətin sahibinə Abad ustalarının hazırladığı simvolik hədiyyə təqdim olunub. Bugün də şahid olduğunuz kimi 100 milyoncu xidmət göstərdiyimiz vətəndaş 10 günlük İnci xanımdır. Düşünürük o da gələcəkdə və arzu edirik ki, ailəsinə, xalqına və dövlətinə faydalı bir şəxsiyyət olsun. Təsadüfən 100 milyonuncu müraciətçi olduğumuzu öyrəndik və bu bizim üçün təəccüblü, sevindirici haldır. Asan bizə çox doğmadır, çünki özüm də Asan xidmətdə könüllü kimi fəaliyyət göstərmişəm. Eyni zamanda nigahımız da Asan xidmətdə qeydə alınmışdır. Bu bizi həm təəccübləndirdi, həm də sevindirdi. Belə deyək, övladımızın bəxtidir. Bütün kollektivə də, rəhbərliyə də öz adımdan dərin minnətdarlığımı bildirirəm.